Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nəriman metrosu yaxınlığından metroya piyada 5-10 dəqiqəlik məsafədə yerləşən rezidens binada 18 mərtəbəli yeni tikilinin 7-ci mərtəbəsində belə bir möhtəşəm mənzil. Mənzilimiz böyük ölçülü 216 kvadrat ölçüdədir. Olduqca bahalı və elegant bir təmiri var. Neoklasik üslubu var. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə belə bir dresuar və dekorativ panellərdən istifadə edilib. Faskalı güzgü, lepka panellər, daraq panellər, hər şey yüksək səviyyədə həyata keçirilib mənzildə. Giriş qapısından sağ istiqamətdə isə belə bir nəhəng ölçülü 8 qapılı bir qardirob mebeli gömmə şəkildə yığılıb bura. Ayaqqabılığa qədər hər şey nəzərə alınıb. Mənzilin təmiri zamanı olduqca premium Avropa istehsalı bahalı inşaat materiallarından istifadə edilib. Hər bir xırda detala önəm verilib. Qapı tutacaqlarına qədər, qapılara qədər hamısı bahalı brend firmaların məhsullarıdır. Yerləşməni izah edeyim sizə. 216 kvadrat olduqca ideal şəkildə paylanıb otaqlara. Burada mənzilin texnik otağı və camaşırxana ilə birlikdə belə bir otaq yaradılıb burada. Daha sonra əsas sanuzeli yerləşir. 2 ədəd böyük ölçülü yataq otağı, biri master bedroom olmaqla daxilində ayrıca olaraq sanuzeli var. Burada mənzilin nəhəng qonaq otağı, 60 kvadrat ölçüdə bir qonaq otağı var. Daha sonra böyük ölçülü 40 kvadrat ölçüyə yaxın bir mətbəx və burada isə uşaq otağı qarşılayır bizi. İlk öncə başlayacağım mətbəxdən. 216 kvadrat ölçüyə uyğun belə bir gözəl bir mətbəx və mətbəx mebeli ilə olduqca gözəl şəkildə işlənib. Mətbəx isə döşəmə, qranit isti döşəmədir. Koridordakı tekstura, qranit tekstura burada da davam elətdirilir. Və belə bir böyük ölçülü mətbəx mebeli. Boya MDF panellərdən və membran panellərdən əla tandem yaradılıb. Mətbəxə girdikdə sağ istiqamətdə belə bir faskalı güzgülər və daraqlardan əla dekorativ hissə yaradılıb. 6 nəfərlik bir mətbəx masası yerləşdirilib. Əlavə olaraq böyük ölçülü bir ikili, 4 qapılı daha doğrusu bir soyuducu, boş markalı mikrovalnovka və soba, 5'li bir qaz, gizli aspirator, boş markalı qab yuyana qədər tam təchiz olunmuş bir mənzildir. Bütün texnika və mebellərlə. Mətbəx mebelinin üzəri və sinəliyi karyanla işlənib və böyük ölçülü bir TV yerləşdirilib bura. Belə bir dekorativ güzgü şkaflardan da istifadə edilib və burada ayrıca olaraq mətbəxin əlavəsi olaraq bir yay mətbəxi yaradılıb. Balkona birbaşa çıxışı var buranın. Yəni yenə burada da qaz və moyka quraşdırılıb. Gizli aspiratora qədər qoyulub. Yəni qoxulu yeməklərinizi burada pişirə bilərsiniz. Buradan balkona çıxış var. Kombi sistemi burada yerləşdirilib. Əlavə olaraq belə bir böyük ölçülü kollektor sistemi yerləşdirilib. Mətbəx mebelinin teksturasına uyğun olaraq. Hər şey, hər xırda detal videonun əvvəlində qeyd eləmişdim. Hər kiçik detala qədər hamısı nəzərə alınıb. Elektrik sistemi Cevis'dir, İtaliya istehsalı. İndi isə qonaq otağını təqdim edəcəm sizə. Bütün otaqlarda qri markalı kondisionerlərə qədər quraşdırılmış vəziyyətdədir. Bayaq vuruladım. 60 kvadrat ölçü. Nəhəng bir qonaq otağı. 12 nəfərlik bir yemək masası belə bu qonaq otağında kiçik ölçülü görünür. Rahatlıqla 18 nəfərlik belə yemək masası yerləşdirə bilərsiniz bura. Türkiyə istehsalı mebellərlə təchiz edilib qonaq otağı. Döşəmədə əla növ Avropa istehsalı parketlərdən yolka teksturalarda İngilis yolkası teksturasında vurulub. Yenə böyük ölçülü qri markalı kondisionerə qədər qonaq otağına quraşdırılıb. Bura işıqlandırmaları görürsünüz divarlarda. Qonaq otağında təxminən yox, elə dəqiqliklə 6 ədəd bura işıqlandırma var. Olduqca gözəl tərtib edilib. Yemək masası üzəri lüstru ayrı və mərkəz lüstru isə ayrı yerləşdirilib. Vitraj pəncərə ilə əhatə olunub qonaq otağı. Və belə bir böyük ölçülü bir TV stand, ikili divan və ikili kreslo dəsti və böyük ölçülü də bir TV-yə qədər asılmış vəziyyətdədir.
İndi isə yataq otaqlarını təqdim edəcəm sizə. Bu da böyük ölçülü yataq otağıdır, lakin master bedroom yan tərəfdə yerləşir. Oranı da təqdim edəcəm. Hər iki yataq otağından balkon var və balkondan şəhərə və dəniz istiqamətinə, Heydər Əliyev prospekti istiqamətinə əla panorama açılır. Bütün otaqlarda olduğu kimi yataq otaqlarında da əşya planlaması tam olaraq edilib. Kondisioner yerləşimi, make-up yerləşimi, TV altlığı, böyük ölçülü yataq dəsti. Tumba üzərləri yenə buraşıqlandırmalarla bəzədilib. Gömmə qarderobuna qədər hər şey tam olaraq quraşdırılmış vəziyyətdədir. Sadəcə şəxsi əşyalarınızı götürüb yerləşmək qalır bu mənzilə. İndi isə əsas yataq otağını təqdim edək sizə. Yenə burada da əla teksturalı mebellərdən istifadə edilib. Yataq arxalığı qubqa ilə əla bəzədilib. Tumbaların üzəri faskalı güzgülər, daraq panellər, hər şey əla düşünülüb. Make-up yerləşiminə qədər hər şey edilib. Bütün otaqlarda TV, kondisioner deyib yormaq istəmirəm. Hamısı, hər şey düşünülüb və yerləşdirilib. Yenə bu otağın da ayrıca olaraq gömmə qarderobu var. Burada isə yataq otağının ayrıca olaraq sanuzeli, sağ istiqamətdə unitaz və üzərində nişalar, duş daxilində yenə nişalar da var. Moydadır, suşulkaya qədər, asılqanlıqlara qədər hamısı tam olaraq quraşdırılmış vəziyyətdədir. Uşaq otağına keçməzdən öncə xoldakı sanuzeli və camaşır otağını təqdim edəcəm sizə. Burada da fərqli teksturalı rənglərdən istifadə edilib. Tam aksesuar yerləşimi edilmiş vəziyyətdədir gördüyünüz kimi. Burada isə həm camaşırxana, həm də texniki otaq kimi istifadə edə biləcəyiniz bir otaq var. Kifayət qədər geniş və funksional bir otaqdır. LG markalı paltaryana qədər quraşdırılıb. Və son olaraq uşaq yataq otağını təqdim edirəm sizə. Burada da tam əşya planlaması edilib. Belə bir böyük ölçülü təkli yataq, make-up və ya yazı masası kimi istifadə edə biləcəyiniz bir mebel və gömmə qarderobu, kondisioner də qapı üzərində quraşdırılıb. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Bu möhtəşəm mənzil olduqca hər xırda nüanslarına diqqət edilərək keyfiyyətli təmir edilib. 216 kvadrat ölçü tam olaraq mənzildə özünü göstərir. 18 mərtəbəli rezidens binanın geniş həyətyanı sahəsi, 2 mərtəbəli avtoparkinq olan bir binanın 7-ci mərtəbəsində yerləşir. Metroya da piyada məsafəsi, yaxınlığı 5-10 dəqiqəlik məsafədədir. Mənzilimizə start olaraq təyin edilən qiymət 885 min manatdır. Real alıcılara indirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Rekam var.